Nənəcan, bizə çoxdandır maraqlı hekayələr danışmırsan. Bəlkə bugün danışasan. Allahın salamı olsun əhli sevərlər özünə də, əhl-i beyt aşiqlərinə də. Bugünkü günü, indi sən gəlmisən, maşallah qonaqlarım tez-tez gəlir, gedir, çox şükür. İndi tarixi hekayələr deyirsən, nə bilim, ibrətamiz hekayələr deyirsən. Qoy bir İbn Sina'dan bir misal gətirim. Aha. Gözəl bir şeydə, ibrətamizdir. İbn Sina'nın özünün bir yaxşı, savadlı həkim həmkarı olur da. Elə bir ki, dərsi bundan alıb, İbn Sina'dan alıb. Sonradan nətər bir müddətdən sonra bunların aralarında soyuqluq əmələ gəlir. Soyuqluq əmələ gəlir, hər kəs öz yolunda, o da savadlı həkimdir, bu da savadlı həkimdir, amma İbn Sina'ya çata bilməz. Bir günlərin bunun gözləri ağrıyır, gözü əməlli görmür bu şagirdin. Anasına deyir ki, anacan, get ginən İbn Sina'nın yanına, mənim başıma gələn hadisəni danış o. Amma fikir ver ginən, ilk cümləsi ağzından nə çıxsa, o yadında saxla, mənə gətir ginən. Anası da gəlir İbn Sina'nın yanına, salam əleyk, əleyk əleyhissalamdan sonrasına başlayır oğlunun başına gələn hadisələri buna danışır ki, bu gözündən də əziyyət çəkir, görmür gözü. Bu da bu kitabı qoyub da elm kitabını qoyub qabağına vərəqləyir. Bu arvad bu sözü danışdıqca. Bu vərəqlədikcə elə yavaşcalı ağzından deyir ki, əlaman. Vərəqləyir, sonrasında onun xəstəliyinə aid səhifəni tapır, danışır, eləyir, nə müalicəsi eləsin. O vaxtda da Türkiyə çarı idi də. Nə ağarsın, neynəsin, arvad durur, gəlir. Deyir, ana bəs getdin, nə dedi İbn Sina? Dedi ki, belə dava dərman otlarına. Dedi, yox, ilk sözü nə oldu ağzından çıxar? Dedi, valla, heç nə demədi o. Amma ki, elə kitabı vərəqləyə, sənin haqqında danışacağım, o dedi ki, əlaman. Dedi, hə, elə burada da saxla. Bəs mənası nədir ki o sözün? O əlaman, yəni əldən qorudu, əl-aman. Axı gözü əl buranda mikrop olur, virüs olur, nə artır olur? Da, artır xəstəliyi. Elə bu o deyib ki, əlaman, dalıca müalicələrini yazıb. O müalicələri onsa bu eləyirdi. Ki ondan sonrasına o şəfa tapır, bilir ki, yenə də ki, İbn Sina'ya hələ çatacaq vaxtı dördə, bunu gəlib çata bilməz İbn Sina'ya. İbn Sina haqqında o gün mən də sənin bir filmin hekayəsini danışmışdım, yadındadırsa. Bəlkə elə onu da danışaq. Yaxşı danışaq. Çünki o da maraqlı hekayə idi, Avicenna filmindən. Sən danışdığı deyirsən, sən danışdığın dedim ki, yaxşı maraqlıdır bu hekayə. Sənin dilindən lap maraqlı olur. Mən doğru dilindən danışıram, rəsmi danışa bilmirəm, ondan sonrasında kitab dilində danışa bilmirəm. Xarici dövlətdə bir oğlan olur, elə bil ki, bunların bir anası olur, iki qardaş olurlar, bir anaları olur. Bir gün ana gəlir xəstələnir, bu uşaq da 10 yaşında olur, bu böyük uşaq. Bu ana xəstələnir, elə mədəsini tutur beləsinə ki, ay ağrındım, nə qədərinə ora-bura can atır bu uşaq, gedir bunların da kətlərində, o vaxtda da ara həkimi deyirlər, heç nədən başa çıxmayan, bir kişini tapır gətirir ki, bu həkim kimi şey deyirlər. Sağaldacaq. Bu da nə bilim at sidigi ilə, nə ilə müalicə eləyirmiş xəstələri. Gətirir, bu da baxır, eləyir, deyir ki, o tamam vaxtı bitib, bu öləcək. Bunun anası beləsinə bu xəstəliklə, bu sancı ilə, ağrı ilə ölür. Öləndə bu iki uşaq yetim qalır. Balaca qardaşı, lap balaca körpə olur, bu 10 yaşında olur. O balacanı verirlər, kətdə kəsəydədən uşağı olmayana, kiməsə Allah rızası üçün saxlasın. Bu da həmən bu 10 yaşında oğlanda gedir bu ara həkimin yanına ki, bəs mən qalmağa yerim yox, o vaxtda ev eşi yox idi. Hərə bir koma düzəldirdi, meşəlikdə, orada, burada. Koldan kössən koma düzəldib yaşayırlarmış. Bu kişinin yanına gəlir ki, bəs mən də sənlə qalacam, bəs mənim sahibim yoxdur. Acından ölməyəcəm. Bu da deyir ki, mənim heç nəyim yoxdur, mən yalandan ora-bura həkimlik eləyirəm, o dava dərman eləyirəm, 5 mat, 3 mat oradan çörək pulumu gücünə qazanıram. Mən çörəqim yoxdur, səhvirirəm. Bu gedir, onun at arabası var imiş, arabasının dalında gizlənir otların, alafların üstündə. Gedirmiş bu kişi də. Gedir, obanın o başına çatanda, kəndin bir yerinə çatanda baxır, görür ki, bu bunun arabasında. Da nə alac qalır, bu qalır bunun yanında. Sonrasını elə gedirlər, bu da mənə köməkçi olur o xəstənin üstünə, bu xəstənin üstünə. İndi yalan da olsa, düz də olsa,
Güya sağaldır, indi hər dənə 5 manatdan 3 Çırağı manatdan kimi də elə çörəkdən bilirəm. verirlər. Hə, yeyirlər, dolanırlar. Hə, bir günlərim elə olur ki, başqa bir vilayətə gedirlər. Xarici dövlət İngiltərədə olub da bu hadisə elə bil ki. Hə, sən danışdıqları o əsasən deyirəm, amma mən bilmirəm. Hə. Həkimin elə bu ara Bu həkimin ara özünə. həkimin özünün gözləri tutulur. Ay sağ ol nənə. Hə, gözləri tutulanda yürür ora-bura, deyirlər ki, həkim, deyirlər ki, orada falan həkim var. Bəs yaxşıdır da. Hə, gətirir bunu ora, gətirəndə bunun gözün deyir, şeylir, belə nə bilim, açır, nağayırır, lezbiylə çərtir. Çərtir, hə. Nağayırırsa, sonrasına bu duman pərdəni sıyırır, götürür bunun gözündən. Əməliyyat Bir gün də edirdi, yatır elə qalır, əməliyyat edirdi. Bir gün də yatır qalır, sonra gözünü açır, görür ki, görür hər yeri. Ondan sonrasına daha da bunlar bu oğlanın inamı artır bu həkimə ki, doğrudan da elə həkim var imiş. Elə nəsə bu oğlan da maraq hissi götürür beləsinə. Sonrasına Elə həmin o həkimlərdən soruşur ki, sən hardan öyrənmisən bu göz əməliyyatını? o həkimdən soruşur ki, ay sağ ol, bilmədiyim Mən səni yadıma yadıma düşən- salacağam, tək yadıma sən danış. salacağam. Elə sən özün də maraqlı danışırsan, vallahi mən də maraqlı danışırsan. Hə, bu həkimə deyir ki, sən bunu hardan öyrənmisən? Deyir ki, Şərq dövlətində, ölkəsində bir həkim var. Bəs mən onun şagirdi olmuşam. Ondan öyrənmişəm. O gözü əməliyyat eləyəndə mən yanında olmuşam. O vaxtdan mən də gəlib təcrübə keçmişəm, eləmişəm, öyrənmişəm. Hə, bu kişini ara həkimin qoyur burada. Mənə deyir ki, gəl gedək sən də mənlə. Bu da deyir ki, yox ay bala, sən getmə, mən qocalmışam. Yolun yarısında gedə bilmərəm, ölərəm, uzaq yerdir. Sən Şərq dövlətinə gedirsən, biz hardayıq, biz Qərb dövlətindəyik. Bundan ayrılır, bu oğlan elə ora, buraya gedə-gedə yavaş-yavaş gəlir. Neçə vaxtdan sonrasına bu Şərq dövlətinə gəlib çıxır. Gəlib çıxır, ondan soruşur, bundan soruşur ki, bəs İbn Sina kimdir? Hə, yerin yurdun deyirlər mənə. Gəlir İbn Sinanı soruşur, nə qədər elirlər, müy boşlamırlar. Hə, qalır neçə günlərlə qapının ağzından ağarır. Sonrasında müy nətər olur da döyürlər, mən ağarım yıxılır. Döyüb atırlar küçəyə ki, İbn Sina burada yoxdur. Hə, deyib, hə, Yaralayırlar. Hə, indi sən davam elə günə. Hə, başlayıb döyüb atırlar küçəyə ki, İbn Sina burada yoxdur. Bu da başı partlayır, yaralanır, ürəyə gedir huşsuz halda. Qalır yerdə. Bu vaxtı İbn Sina gəlib buradan keçəndə bunu görür, beləsinə yaralı. Elə qəfildən götürür, aparır içəridə. Mühüm alıcı eləyir, dava dərman eləyir, bunun huşu gəlir özünə. Sağalır, deyir ki, bəs mən İbn Sinanın yerini deyə bilərsənmi? Deyir, neyinirsən İbn Sinanı? Deyir ki, ondan dərs almağa gəlmişəm. Hə, mənə də buraxmırlar ki, İbn Sina burada yaşamır. Deyir ki, mən elə İbn Sinanın özüyəm. Get özüvə, nə bilim, o vaxtda da dəriyə zada yazırlardı. Nə ruska yox, qələm yox, nə bilim, kömürlə zadla gəl. Get özüvə bu şeyləri hazıra gəl otur dərs keçsin. Bunda çoxlu tələbələri var. Bu nə danışırsam onun hamısı Allah Taala buna o qədərinə zehin açıqlığı verir ki, bu Şagirdə də. Şagirdə. Aha. Hamısının başına həkk eləyir. Öyrənir, bu nə pratika nə keçirsə bu uşaqlara, bu da diqqətlə hamısına baxır. Əməliyyat edirsə o vaxtda əməliyyatı qoy, bura gedirəm. Rusiyada misal şeydə cinlər diyarından gələndə oradan o bir şey gətir, indi kesir əməliyyatı deyir, olunur. O vaxtı o nədir, bıçaq imiş, nəymiş də ülgüc kimi oradan o verirlər. Kesir əməliyyatı bax ilk dəfə onda olur ki, böyürdən kəsirlərmiş uşağı məsələ olmayanda da çətin olanda böyürdən kəsib uşağı götürürlərmiş. Görün Rüstəm Zalın dövrü ha vaxtı. İndi bu da İbn Sina da tarixdə həm ilk əməliyyat eləyən, ilk o narkoz deyilən şeyi verən İbn Sina olub. Hə, ay sağ ol. Başa dönərəm, dalım davam elə yenə. Hə.